Salamünaleyküm hər kəsə. İnşallah mən bu günləri, bu dərsi bir dostumun xahişinə əsasən hazırlamışam. Mənə məktub yazaraq demişdi ki, maddənin plazma halı haqqında məlumat ver. İnşallah mən də bu günləri çalışacağım plazma halı haqqında məlumat verim. Maddənin aqreqat halları, yəni maddənin necə olmasıdır, bərkdir, maye, qazdır, bu şəkildə olmasıdır və biz əksərən 3 populyar aqreqat halını tanıyırıq da, bərk, maye, qaz. Amma əslində maddənin 4 aqreqat halı var. Bərk aqreqat halı, məsələn, buz, maye aqreqat halı, məsələn, içdiyimiz su, qaz aqreqat halı da, məsələn, su buxarı, buludlar. Bəs plazma aqreqat halı nədir? Plazma aqreqat halı, baxın, bu şamın yanan hissəsidir, yəni alov. Plazma aqreqat halına ən yaxşı misal günəş, alov, bunlar göstərmək olar. Əgər biz plazma aqreqat halını müşahidə etmək üçün bir sınaq şüşəsi götürək, plazma aqreqat halı necə əmələ gəlir? Bir ştativ götürək, üstünə bir şüşə qab qoyaq və onun içərisində biraz bərk maddə yerləşdirək, onu qızdıraq. Qabın da ağzını örtək. Bir müddətdən sonra biz görəcəyik ki, temperaturun təsirindən bərk maddə əriyib, maye hala keçdi. Və biz temperaturu verməyə davam edəsik, bir müddətdən sonra görəcəyik ki, maye də qaz aqreqat halına keçdi. Və sonra biz temperatur verilməsini yenə də davam edəsik, görəcəyik ki, bu maddənin içərisində olan atomlardan elektronlar qopur və iyonlar əmələ gəlir. Bildiyimiz kimi atomlardan elektronlar qoparkən atomlar iyonlara çevrilirlər. Yəni maddə başdan ayağa iyonlardan və elektronlardan təşkil olunacaq bir müddət sonra. Baxın, bu halı artıq maddənin plazma halıdır. Deməli, maddənin plazma halı əslində maddənin iyonlaşmış halı imiş. Diqqətinizi görə təşəkkürlər.